Və növbəti fəsil müəllif açır, ət-tərğibu fil-iqamə, iqamə verməyə rəğbətləndirmək. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İdə nudiyə bis-salati ədbərə şeytan və lehu durat. Namaza çağırıldıqda, namaza əzan verildikdə şeytan arxa çevirib qaçar və səslə hava buraxaraq. Hətta lə yəsmə'ət tə'zin, ta nəhayət ki, əzanı eşitməyəcək qədər qaçar. Fəidə qudiyə əl-əzənu əqbələ, əzan bitdikdə isə gələr, fəidə thuvibə ədbəra və iqamə verildikdə yenə də qaçar. Və ey müsəlman, alimlər deyir ki, bu cür hədislər, hansı ki, qeybi məsələlərdən xəbər verir. Allah elçisi sallallahu aleyhi və səlləmin dedikləri, müsəlman belə hədislərə heç bir şək şübhə etməli deyil, əksinə tam şəkildə yəqin inanmalıdır və bilməlidir ki, qeybi məsələlərə ağıl girişə bilmir. Bu yalnız təsdiqləndir, vəhiy ilə bizə bildirilib Allah və elçisi tərəfindən və müsəlman da, müsəlmanın işi də Allah Teala'nın Quranda dediyi kimi olmalıdır. Səmi'nə və ata'nə, eşitdik və itaat etdik. Yəni Allah Teala Quranda bildirir ki, həqiqi mömin, əgər insan mömindirsə, iman edənlərdəndirsə, Allah və Rasulundan hər hansı bir şey eşitdisə, itaat etməlidir, təsdiqləməlidir. Və Muhammedur Rasulullah kəlməsi bu şəhadətin şərtlərindən tələb etdiyi, gərəkdirdiyi şeylərdən də birisi odur ki, verdiyi xəbərləri təsdiqləmək. Əgər bir insan Allah Rasulü sallallahu aleyhi ve sellemin xəbərlərini təsdiqləmirsə, onun Muhammedur Rasulullah şəhadəti, yəni Allahın elçisi Muhammed sallallahu aleyhi ve sellemin həqiqətən Allahın elçisi olmasına inanmasında naqislik var. Yoxsa əgər Muhammed Rasulullah kəlməsi sadiq olsaydı müsəlmanda və həqiqətən də Allahın elçisi olmasına yəqin olaraq inansaydı, Allah elçisi sallallahu aleyhi ve sellemdən bizə gəlib çatan səhih, mötəbər xəbərlərin hamısını təsdiqləyərdi. Və İbn Teymiyyə rahmetullah buyurur ki, Allah elçisi Muhammed sallallahu aleyhi ve sellemin insanın ağlının girişə bilmədiyi, ağlının dərk edə bilmədiyi şeylərdən xəbər verməsi, bu özü sübutdur, dəlildir ki, həqiqətən o Allahın elçisidir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem elə şeylərdən xəbər verib ki, insan ağlı, düşüncəsi onu tam şəkildə dərk edə bilmir, mahiyyətinə girə bilmir. Və bu dəlildir ki, Allahın elçisidir. Yoxsa adi, sıravi bir insan olsaydı, başqa insanlar kimi gördüyü, eşitdiyi şeylərdən xəbər verərdi. Cəbr ibn Abdullah deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İdə thuvibə bis salati futihat əbvabus səmai. Namaza iqamə edildikdə səmanın qapıları açılar. Və sucibə dua və dua qəbul olunar. Və əzan iqamə vaxtı, artıq iqamə verildiyi vaxt dualar qəbul olunur.